üzərindədir, bina edildiyi, qurulduğu həmin bu 5 əsasın birincisi nədir? Ən birincisi şəhadətdir. 2 dənə şəhadət. La ilahə illallah, Muhammedən Rasulullah şəhadəti. Hansı ki, bu 5 əsasın içində də bu 2 şəhadətdir ən əsası. Ümumən, 5 əsas İslamda olan o ən mühüm işlərdir, ən əhəmiyyətli olanlarıdır. Həmin o 5 əsasın içərisində də 2 şəhadət. La ilahə illallah, Muhammed Rasulullah şəhadəti o 5 əsasın da ən üstünü, ən dəyərlisidir, ən əsasıdır. Hansı ki, bu 5 əsasın digərləri də həmin o birinciyə qayıdır. Birinci şəhadətə yəni qayıdır. Çünki bunlar, bu La ilahə illallah, Muhammed Rasulullah şəhadəti özü də özü-özünə bir-birinə bağlıdır, ayrılmazdır. Bir-birinə bağlıdır, bir-birindən ayrılmazdır. Kim La ilahə illallah şəhadətini gətirər, Muhammed Rasulullah şəhadətini gətirməzsə, onun şəhadəti yarımçıqdır. Və yaxud da Muhammed Rasulullahı gətirər, La ilahə illallah şəhadətini gətirməzsə, yenə də onun şəhadəti yarımçıq olur. Ona görə nə etməlidir insan? Yəni, bu şəhadəti bir-birinə bağlı şəkildə təsdiq edib qəbul etməlidir. Yəni, La ilahə illallah şəhadətinin də mənası nədir, qardaşlar? Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yəni, Allahdan başqa haqq məbud yoxdur. Məbudlar var. İbadət olunan hər bir istər ağac olsun, daş olsun, mələk olsun, peyğəmbər olsun, salih olsun və s. fərqi yoxdur, qəbir olsun. Bunlar hamısı nədir? Məbudlardır. Amma ibadətə onların haqqı yoxdur. Biz həmən o ibadətə haqqı olmayan ilahların, məbudların haqqı olmadığını inkar edirik. Yəni, onlar ilah deyil, ilahlığa heç bir haqqı yoxdur, layiq deyil. Bir dənə Allahdan başqa. İbadət olunan ancaq Allahı tək haqq ilah olaraq qəbul edirik. Və eləcə də Muhammed Rasulullah deyəndə də Muhammed Rasulullahın sallallahu aleyhi və səlləm bütün bizə xəbər verdiyi, qeybdən verdiyi xəbərləri hamısını təsdiq edirik. İstər keçmişə dair xəbərlər olsun, Peyğəmbər sallallahu aleyhi və səlləm öz zamanına dair xəbərlər olsun və yaxud da ki, gələcəyə dair xəbərlər olsun. Hamısını necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verib, o cür təsdiq edirik. Və eləcə də Allaha ibadət edərkən Peyğəmbər sallallahu aleyhi və səlləm bizə öyrətdiyi kimi, onun etdiyi kimidir. Və bu La ilahə illallah, Muhammed Rasulullah şəhadəti nədir? 2 əsasdır. Ayrılmaz olan 2 əsasdır. Bir-birinə bağlıdır və bir-birini tamamlayır. Biri olmasa digəri olmur. Yəni, La ilahə illallah hissəsi Allaha ixlas, Muhammed Rasulullah tabiçilik. Yəni, bir əməli edərkən mütləq bu 2 əsas olmalıdır. İbadətin, hər hansı bir əməlin qəbul olunması üçün mütləq bu 2 əsas olmalıdır. İxlas və tabiçilik. Əməlində Allah üçün etməlisən, Allahın üzü xatirinə etməlisən, buna ixlas deyilir. Və həmən etdiyin əməl də Peyğəmbər sallallahu aleyhi və səlləmin, Allahın bizlərə elçi olaraq, Peyğəmbər olaraq xəbərdar edici, müjdəlici göndərdiyi Peyğəmbərinin etdiyi kimi etməlisən. Onun öyrətdiyi kimi, onun əmr etdiyi kimi etməlisən ki, hətta o əməl səndən qəbul olunsun. Və bu da nədir? İxlas və tabiçilik. Və bu tabiçilikdə də necə ki, ibadətdə Allahı təkləşdiririk, ibadətdə Allahı təkləşdirdiyimiz kimi, yalnız ona məxsus etdiyimiz kimi, eləcə də tabiçiliyi yalnız Muhammed sallallahu aleyhi və sələm edirik. Və yaxud da ki, Allaha yaxınlaşdıran məsələlər olsun. Necə ki, Peyğəmbər sallallahu aleyhi və sələm edib, biz də o cür edirik. Muhammed sallallahu aleyhi və səlləm öyrətdiklərini nə edirik? Tək yol olaraq qəbul edirik.